Xoş gördük əziz dinləyicilər. Azərbaycan segmentində müzakirə olunan bir məsələ, bir xarop məsələsi var. Mən də istəyirəm ki, öz fikrimi bildirəm bu məsələyə. Deməli, məsələ bundan ibarətdir ki, Ermənistanda sərgilənmiş bir dronu xaropa bənzədiblər və ona görə də Azərbaycanlılar biraz narahat olublar buna. Bu görəsən hansı xaropdur, bunu müzakirəyə çıxardılar. Mən sizə bir söz deyim ki, bu ən axmaq müzakirələrdən biridir. Niyə görə ən axmaq müzakirələrdən biridir? Əvvəla, Ermənistan öz silah sənayesinə fikir verəcək, o da öz silahını alacaq, o da öz iqtisadiyyatını möhkəmlətmək üçün çox böyük bir rəqabətə girib. Hansı rəqabətə? Bu şirin bir rəqabətdir. Hansı ki, bu rəqabəti biz də qoşulmalıyıq. Öz iqtisadiyyatını artırır, əlbəttə silah da alacaq. Bu bir. İkinci bir məsələ. Bu günlərə xarop kimsə bizə söz verməyib ki, İsrail bizə söz verməyib ki, mən xaropu səndən başqa kimsəyə satmayacağam. Bu günlərə Azərbaycanın münasibətinin yaxşı olmadığı, Ermənistanı silahlandıran Hindistanla da Azərbaycan xalqının münasibətləri yaxşı deyil, Azərbaycan dövlətinin münasibətləri yaxşı deyil. Amma İsrail texnologiyaları, İsrail dəqiq silahları ilə Hindistan arasında 20 milyard dollarlıq bir saldo var. Bir ticarət anlaşması var. Bunu necə eləyəcək bəs? Əlbəttə ki, kimsə pulun verəcəksə alacaq. Bütün bunlara rəğmən Azərbaycan Hindistana yanacaq satır. Normaldır mı? Əlbəttə normaldır. O öz ticarətini edir, bu da öz ticarətini edir. Mənim münasibətim yaxşıdır, pisdir, məsələ bundan getmir. Biz bu günləri Ermənistanın aldığı xaropa narahat olmamalıyıq. Çünki biz bu günləri artıq Ermənistanla bir sülhə girmişik. Bu gün müharibə tendensiyası şükür olsun ərazidə yoxdur. Amma bizim narahat olduğumuz məqam bilirsinizmi nədir? Bizim narahat olduğumuz məqam ondan ibarətdir ki, bu günləri dövlətlər inkişaf edirlər. Hindistan inkişaf edir. İsrail-Hindistan münasibətlərində artıq 2 milyona yaxın mütəxəssis yetişib. Dəqiq silahlar üzrə, dəqiq sənaye üzrə, bugün dünyanın ən qabaqcıl texnologiyası üzrə 2 milyondan çox necə deyirlər, sənətkar yetişib bu barədə. Görün nə boyda rəqəmdir. Bugün Hindistan inkişaf edir. Bugün Modinin adını çəkmirlər. Amma Hindistan, əlbəttə onun rəhbəri Modidir. Hindistan böyüyür, dövlətlər böyüyür, dövlət mənafeləri böyüyür. Bugün Ermənistan bir rəqabətə girib və çox gözəl bir rəqabətdir. Çünki dünya rəqabətdə inkişaf edir. Biz bu günləri Ermənistanın xarop aldığına görə narahat olmamalıyıq. Amma biz narahat olmalıyıq ki, Ermənistana milyardlarla dollar, trilyon dollarlarla ölçülən şirkətlər səhm gətirib qoyurlar Ermənistana. Bugün Ermənistanda uşaq pulu verilir, Azərbaycanda verilmir. Amma biz buna narahat olmalıyıq. Orada ümumdaxili məhsulla bizdəki ümumdaxili məhsul fərqlidir. Adam başına düşən gəlirlə bizdəki adam başına düşən gəlir fərqlidir. Məsələn üçün Azərbaycanda orta əmək haqqına 44 kiloqram ət ala bilirsə Azərbaycan vətəndaşı, bu Ermənistanda 53 kiloqramdır. Bax, buna narahat olmaq lazımdır. Bu günləri Ermənistan rəqabətə girib və Azərbaycan dövləti də rəqabətə girməlidir. Avropada rəqabət nəticəsində inkişaf elədi. Biz rəqabətə girməliyik. Necə rəqabətə girməliyik? Bugün Ermənistan adı ortaya çıxır. Ermənistan çox ciddi surətdə heç bir pulu olmasına baxmayaraq milyonlarla dollar Avropadan çəkir, milyardlarla dollar Amerikadan çəkir, öz ölkəsinə səhm gətirir və öz ölkəsində ədalət olduğunu, hüquq olduğunu göstərərək və kənar olan sahibkarlar üçün də maraq yaradır ölkəsində və milyardlarla dollar öz ərazisinə çəkir. Biz niyə bunu etməyək? Biz niyə ümumticarət təşkilatına daxil olmayaq? Biz niyə görə öz inkişafımızı aparmayaq? Biz niyə görə bu rəqabətə girib Azərbaycan olaraq ortaya çıxmayaq? Niyə görə bizdə axmaq hadisələr müzakirə olunmalıdır? Bu günləri Azərbaycan xalqının çəkinməli olduğu xarop deyil. Bax, budur. Regionun güclü ölkəsi isə xalqın həyatında bu görsənməlidir. Azərbaycanın ehtiyat fondu 86 milyard dollardır. Sevindiricidir, gözəl. Amma Azərbaycan xalqına necə bundan bir şey gəlirmi? Bu yaxınlarda Azərbaycan prezidenti Serbiyaya səfər etmişdi. Serbiyanın ehtiyat fondu 6 milyarddır, amma adam başına düşən gəlir 15 min dollardır. Azərbaycanda isə bu 7 min dollardır. Necə olur ehtiyat fondu bizdən 10 qat, 20 qat aşağı olan dövlətin adam başına düşən gəliri yuxarıdadır? Bizdə niyə aşağıdadır? Bax, biz bu mənada rəqabətə girməliyik. Rəqabət yaxşı bir şeydir. Biz inkişaf etməliyik ölkəmizi. Nəhayət artıq bu günləri ölkə adları inkişaf edir. Ölkə inkişaf etdikcə onun rəhbəri də inkişaf edir. Onun rəhbəri haqqında da yaxşı sözlər danışırlar. Ona görə biz bura girməliyik. Biz isə öz xalqımızla konfrontasiyaya gedirik. Xalqımızın vəziyyəti ağırdır.
Sosial vəziyyət ağırdır. Biz ölkədə nəhayət hüquq yaratmalıyıq ki, o kiçik və orta sahibkarlıq çiçəklənsin. Kiçik və orta sahibkarlıq qorxmasın. Artıq çıxsın meydana və işləsin. Bunun üçün hüquq lazımdır. Bunun üçün ədalət lazımdır. Bunun üçün məhkəmə işləməlidir ki, bu gün problemi olanlar gedib məhkəmədə problemlərini həll edə bilsinlər. Mən o gün danışanda bundan danışım. Dövlət əlçatanlığı olmalıdır. Nəhayət Azərbaycan da asan dövlət prinsiplərinə daxil olmalıdır və kifayət qədər hüquq yaratmalıdır ki, ölkədə hüquq və azadlıqlar yaratmalıdır ki, Azərbaycan xalqı inkişaf eləsin. Yoxsa Azərbaycan xalqı tükənir, Azərbaycan xalqının sosial vəziyyəti o qədər ağırlaşıb ki, bu əlbəttə ki, ən böyük ziyanı dövlətimizə vurur. Mən bir dəfə demişdim ki, bugün dövlətin düşməni ehtiyacı yoxdur. Dövlətin ən böyük düşməni ədalətsiz olan xalqı, imkansız olan xalqı, sosial vəziyyətinə ağır olan xalqı əlbəttə dövlətin düşməninə çevrilir. Ona görə də bugün bizim müzakirə elədiyimiz axmaq fikirlər kənara atılmalıdır. Bütün bu axmaq fikirlərin ortadan qaldırılması üçün, bütün bu söyüş ritorikasının ortadan qaldırılması üçün bir yol var. Cəmi cümlətanı bir yol var. İslahata getmək. İslahata getmək. Bugün Ermənistan islahata gedir. İslahata getməliyik ki, biz rəqabət apara bilər. Yoxsa Ermənistanla rəqabətdə geridə qalacaq. Bizim potensialımız həddindən artıq çoxdur. Milyardlarımız var. Necə ki, Azərbaycan ordusu getdi, qələbə çaldı. Bu Azərbaycanın da adıdır, Azərbaycan dövlətinin də adıdır, Azərbaycan hökumətinin də adıdır. Bugün Azərbaycan xalqı inkişaf etdi də, sosial vəziyyətdə düzəldikdə bu dövlətin də adı olacaq, bu hökumətin də adı olacaq. Ona görə bundan qorxmaq lazım deyil, bundan çəkinmək lazım deyil. Dünya dəyişir və biz də bu dəyişən dünyanın bir hissəsiyik. Artıq dünya rəqabətə girib, Ermənistan bizlə rəqabətə girib. Biz buna sevinməliyik, biz də rəqabət aparmalıyıq. Yoxsa ki, biz deməməliyik, o harap oldu, biz ağlayaq burada. Niyə ağlayaq ki? Bizim imkanımız yoxdur. Kifayət qədər imkanımız var. Ona görə nəyin bahasına olursa olsun, islahat qapıda olmalıdır. İslahatları həyata keçirməliyik. Azərbaycan xalqının vəziyyəti yaxşılaşmalıdır. Hüquq, ədalət məsələsi yaxşılaşmalıdır ki, azad sahibkarlıq ortaya çıxsın, bizə də dünyadan investisiyalar gəlsin. Təşəkkür edirəm diqqətinizə görə.